olursa gördüldüm. Aha, deməli 37-yə baxırıq. Eyni bayaqki O da olmaz. bir misaldır. Deməli bizdən nə istəyir? Deyir ki, 30 kadr bölünsün saniyə ilə işləyən video təsvir 20 saniyə davam etmişdir. Bizə nəyi verdi yenə? V-ni verdi Bir 30, beraber T-ni verdi 20. Bu 20 video təsvirin saniye. hər bir kadrı, yəni kadrların sayı, Ölçülerin değil. bəli, ölçüləri verib, kadrların sayını verib və 256 rəng çalarını verib. Yəni nəyi verib burada mənə? Eni veribdi. Mən də enlə düsturum Alsak yoxdur da. Eni tez gətirirəm 2 üstü i-yə. 2 üstü i də 256-dan 8 kalacak. 2 üstü 8-dirsə, deməli i burada nəyə bərabərdir? 8 bitə. Evet. 8 bitə. İndi bu video təsvir yaddaşda nə qədər yer tutar? Məndən V-ni istəyir. V bərabərdir. Aha, V-ni istəyirsə, mən kadrların sayını vuracam bir pikselin həcminə. Onu da V-yə və T-yə vurub video təsvirin yaddaşda tutduğu yeri biləcəm. Baxıram variantlara. Mən əslində V-ni nə ilə tapacam? Bitlə tapacam da. Çünki i-nin qiyməti bitdir. Baxıram amma variantlarda Tamam. hər biri megabaytdır. Ona görə də Pramoy bitdən megabayta keçəcəm. İndi bu, Buna göre bir de çok öğreteceğim. bəli, bəli, gəlin davam eləyək. Deməli, kadrların sayı nə qədərdir? 1024, 1024, yəni 2 üstü 10 vurulsun 2 üstü 10, İşte o. aha, vurulsun. Bir pikselin həcmi nə qədərdir? 8 bit. Və yaxud onu da 2 üstü 3 kimi göstərə bilərdik. Vurulsun V30, 30-a, onu da vururuq T, yəni 20-yə. Aha. Amma baxıram ki, variantlarda megabaytdır, burada isə bitdi. Bitdən bayta keçəndə də kiçikdən böyüyə keçdiyimizə Nasıl görə, 20? Nasıl 20 çok olacak? bəli, 2 üstü 23-ə böləcəyik. Baxıram ki, 2 üstü 10, 2 üstü 10, 2 üstü 20 eləyir. Bu da 2 üstü 23-dür. Yerdə qalır 2 üstü 3. 2 üstü 3 də 8 eləyir. Burada da 8 var. 8 ilə də 8 ixtisar gedəcək. Yerdə nə qalacaq? 30 vurulsun 20, o da eləyir 600. Nə ilə? Megabaytla. 600 megabayt A variantı. Başa düşülməyən nəsə var? Yo yo ben de almıştım. Eləyirəm baxıyorum gidiyorum sizi düzəlmişəm. Hə. Alınırsa, hə, mən elədikcə siz də öz dəftərinizdə qeyd aparın, bilmədiyinizi soruşun. Sonra 8 de bu ha. Sonra 43. 9 da deyəsən